Xatırlayırsınızsa, fevralın 3-də Tramp Birləşmiş Ştatların Ukrayna ilə müqavilə bağlamağa hazırlaşdığını, Kiyevin hərbi yardım müqabilində Vaşinqtonu mineral ehtiyatlarla təmin edəcəyini açıqlamışdı. Zelenski də bu sazişi imzalamaqdan imtina etmişdi. Daha sonra martın 23-də Birləşmiş Ştatlar Ukraynaya neft və qazla daxil olmaqla bu ölkənin bütün təbii sərvətlərinə aid olan yeni saziş layihəsini təhvil verdi. Sənəd Ukrayna tərəfdən nəzərdən keçirilir və nəhayət bugün Donald Trump elə bir açıqlama verdi ki, tərəflər aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında sazişi imzalayacaqlar deyə. Görünür, sazişdə nələrsə dəyişiklik olunub sazişin tərkibində ki, məhz Zelenski müəyyən bu dəyişikliklərdən sonra artıq razılıq verib ki, Trump da bunun siqnalını mı verir? Bunu bir qədər müzakirə edək. Həm də Rusiya-Ukrayna cəbhəsində baş verənlər var, yenilənən məlumatlar var. Əlbəttə ki, studiya qonağımız siyasi şərhçi Mübariz Göyüşlü ilə bu məsələləri müzakirə edək. Xoş gəlmisiniz Mübariz bəy. Salamlayıram, hər vaxtınız xeyir olsun. Başlayaq, elə az öncə təqdim etdiyim xəbər üzərindən yeraltı sərvətlərlə bağlı bir neçə dəfə belə görünür ki, təklif getdi, qayıtdı, müəyyən bir razılıq olmadı. Axırda Trump açıqlama verdi ki, bəli, aprelin 24-də bu minerallarla bağlı məsələdə Ukrayna ilə bir razılığa gəlinəcək növbəti həftələrdə. Sizcə, burada geri addım atan tərəf Birləşmiş Ştatlar mı olub? İnanmıram. Yəni, Birləşmiş Ştatlar, Donald Trump bu məsələlərdə geriyə addım atsınlar. Çünki Trump'ın bütün bu cəhdləri, istər Ukrayna ilə bu sazişi imzalamaq olsun, istər hansı dünya dövlətlərinə rüsumlar tətbiq etmək fəaliyyətləri, Amerikanın iqtisadi durumu ilə bağlı məsələləri tənzimləməkdən irəli gəlir. Çünki Amerika davamlı olaraq Ukrayna olsun, digər dövlətlərə yardımlar içərisində çalışmalar yürüdübdür illər ərzində və bu da təbii ki, ölkə daxilində vətəndaşlar arasında narahatçılığa və narazılığa səbəb olan amildir. Trump'ın bu məsələdən geri dönmək kimi və güzəşt etmək kimi şansı yoxdur. Çünki vətəndaşlar ona səs veriblər, prezident seçiblər, o da bu məsələləri vəd veribdir onlara. Amma Kiyevin istədiyi var idi, az öncə də qeyd etdim ki, hərbi yardım müqabilində bundan bağlı razılığa gəlinə bilər deyə. Bilirsiniz, burada ən çətin durumda olan hesab edirəm ki, Ukrayna xalqıdır, dövlətidir. Ukraynadansa bir təklif irəli sürməyə haqqı yoxmuş kimi. Haqqı var, amma bu məsələlər kiminsə harasa haqqının olması ilə həll olunmur. Bu məsələlərdə güclülər istədiklərini həyata keçirirlər və bəli, belə deyək, reallıqları da onlar müəyyən edirlər və istəklərini də həyata keçirirlər. Biz də 30 il ərzində Qarabağ məsələsində haqlı tərəf idik və təbii bir istəyimiz var idi, torpaqlarımızı geri istəyirdik. Lakin bunu bizə heç kim vermədi və biz buna nail olduq özümüz. Bu mənada hesab edirəm ki, Azərbaycanın da təcrübəsini hardasa Ukrayna mənimsəyə bilərdi, amma artıq çox gecdir. Rusiya onun torpaqlarını bir hissəsini işğal edibdir. Trump'ın da təklifi təbii sərvətlər adı altında Ukraynanın torpaqlarının digər hissəsini işğal etməkdir. Yəni, bunun başqa adı yoxdur. İstər Trump, istər Qərb mətbuatı, istər Ukrayna mətbuatı bunu bir başqa cür təqdim etməyə cəhd göstərsələr də, faktiki olaraq Ukrayna iki yerə parçalanmış durumdadır. Sadəcə bunu sənəd üzərində rəsmiləşdirmək qalır. Xatırlayırsınızsa, bir müddət bundan əvvəl hətta məlumatlar yayılmışdı ki, Rusiyanın tutduğu şərq əraziləri onda qalır və Almaniya kimi belə bir ayrıcı xətt yaradılır və Britaniya-Fransa ordusunun da nəzarətində Ukraynanın qərb hissəsi qalır. Bu, Ukraynanın parçalanması deməkdir. Yəni, senarilərin ən pisinin biz icra olunduğunu şahidik. Bu arada elə atəşkəsdən də biraz danışaq. Çünki Donald Trump'ın açıqlamalarının içərisində bu da var ki, Ukrayna ilə mümkün atəşkəslə bağlı biz bu həftənin sonunda müəyyən bir cavab alacağımızı düşünürük və deyib ki, bu çox tez olacaq. Biz atəşkəsə yaxınlaşırıq, bu barədə sizə xəbər edəcəyik deyə. Həqiqət payı varmı? Mümkündürmü ki, yəni bu həftə ərzində bu məsələ həll olunsun? Ancaq o cür mümkün ola bilər ki, Rusiya hücumlarını dayandırsın da. Yəni, burada Zelenskiyə təzyiq eləməkdən daha çox Putinə təzyiq eləmək lazımdır deyə düşünürəm. Yəni, çünki müharibəni başlayan da Rusiyadır, başqa bir dövlətin ərazisini işğal edən də Rusiyadır. Bu mənada, yəni, Trump'ın da bu vədləri real olaraq özünü hələ ki doğrultmur. Seçki öncəsi deyirdi, bir günə dayandıracağım. İndi əlbəttə, heç özü də inanmırdı, heç kim də inanmırdı ki, o bir günə dayandırılası məsələlər deyil. Qısa müddət nəzərdə tuturdu. Amma artıq bir neçə ay keçir, biz müharibənin nəinki dayandığına şahidi oluruq. Hətta Rusiya yeni ərazilər də ələ keçirir. Hətta Ukrayna Kursk vilayətindən ki, Ukraynada Rusiyanın ərazisini tutmuşdu, oradan da çıxarılmış oldu.
Yəni biz atəşkəs deyə bir məsələni görə bilmirik, təəssüf ki. Eyni məsələni Yaxın Şərqlə də bağlı demək olar. Heç İsrail, Həmas arasında, Fələstin arasında da atəşkəs güya imzalanmışdı, amma yenə də görürük ki, müharibə davam edir. Amma onlarda hansısa bir addım atıldı yenə də. Müəyyən bir qədər sakitlik olsun deyə, ancaq o da bir nəticə vermədi Mübariz bəy. Bu arada Sergey Lavrovla Marko Rubio arasında bir telefon danışığı da olub. Düzdür, görürük, Birləşmiş Ştatlar hər iki tərəflə əlaqəni, kontaktı itirmir. Ukrayna tərəfdən başqa bir məsələni həll eləyir, iqtisadi tərəflərini, mineral sərvətlərlə bağlı olan məsələni. Rusiya ilə sizcə hansı məsələni həll etmiş olur? Rusiyanı bu məsələlərdə, düşünürəm ki, Trump deyir ki, sanksiyaları daha da sərtləşdirə bilərik, sıxışdıra bilərik Rusiyanı. Yəni, Rusiya bu məsələləri görüb artıq. Yəni, bu sanksiyaların ən belə sərt formalarını da görüb gəlibdir. Rusiyada bu məsələdə ancaq hesab edirəm ki, Amerika dilə tuta bilər. Yəni, bu məsələləri açıq danışmaq lazımdır əslində. Rusiya düzdür, Amerika qədər iqtisadi, siyasi, hərbi dünyada gücü olmasa da, amma Rusiya Ukrayna deyil ki, yəni onu belə deyək, qarşısında diktə eləyəsən və bu məsələləri həyata keçirməsini əmr eləyəsən və yaxud da ki, diktə dili ilə danışmağa çalışasan. Ona görə də mən düşünürəm ki, Amerika Rusiyanı ancaq bu məsələlərdə ya dilə tuta bilər, ya da müəyyən o iqtisadi, biznes və digər məsələlərlə bağlı, maliyyə məsələləri ilə bağlı Rusiyanın dondurulmuş aktivləri var, blokada, sanksiyalar altındadır. Yəni, onları yumşaltmaqla bağlı təkliflər ola bilər ki, yəni Rusiya bu məsələlərdən bəlkə yola gələ və anlaşma çərçivəsində hər hansı bir nəticə əldə etmək olar, stol arxasına əyləşə. Ki, bu da çox çətin gedir bu proses. Çətin məsələdir. Bu arada düzdür, Trump müsbət deyə biləcəyimiz həm mineral sərvətlərlə, həm atəşkəslə bağlı açıqlama verir, amma Amerikada biraz fərqli mövqelər var. Xüsusilə də Ukraynanın davranışı ilə bağlı bir mövqe ki, Vladimir Zelenski Rusiya ilə sülhə o qədər də nail olmağa çalışmır. Çünki əslində razılıq vermək əvəzinə qarşısına şərtlər qoyur. Yəni, bu deməkdir ki, bir növ... Müharibə davam eləsin. Bəli, müharibə davam eləsin və sənin ümumiyyətcə, az öncə də siz qeyd etdiyiniz kimi, Ukraynanın qabağına heç kim belə bir imkan yaratmır ki, sən hansısa bir tələb şərt irəli sürəsən deyə. Amma ardınca da Marko Rubio'nun maraqlı açıqlaması var ki, bu məsələdə Fransa, Almaniya və Böyük Britaniya Ukraynaya köməklik göstərə bilər deyə. Yəni, Ukraynanı razı salmaq baxımından. Halbuki bir müddət öncə də elə son açıqlamalarında da əsasən görürük ki, Birləşmiş Ştatların heç də maraqları üst-üstə düşmədi və əksinə mövqelər tam başqa məcrada. İndi nə baş verir ki, Marko Rubio deyir ki, məsələ Fransa, Böyük Britaniya, Almaniya Ukraynaya köməklik göstərə bilər belə bir məqamda. Əlbəttə, bu Amerikanın istəyidir. Çünki Amerika da anlayır ki, yəni Amerika bu məsələlərdə Ukraynaya dəstəyi zəiflətdiyi halda Avropa ölkələri, başda Britaniya olmaqla, əksinə dəstəyi daha da artıracaqlarını vəd elədilər. Və düzdür, Avropanın dəstəyi Amerikanın dəstəyini əvəz edə bilməz. Amerikanın dəstəyi inanılmaz dərəcədə genişdir, hər tərəflidir. Və hətta siz xatırlayırsınızsa, Zelenskinin Ağ Evdəki uğursuz görüşündən sonra onlar da onu dəstəkləmişdilər. Böyük ehtimalla Trump və Amerika bu məsələlərdə dəstəyi zəiflətdiklərinə görə məhz Kurskdan Ukrayna qoşunları çıxmaq məcburiyyətinə qaldı. Rusiya onları vurub çıxartdı. Yəni, bu tam üst-üstə düşən bir məqamlar oldu, diqqət edirsinizsə əgər. Və mən indiki situasiyada da Avropa ölkələrinin də Amerikanın təklifinə razılaşacaqlarına da inanmıram. Bilirsiniz, onlar üçün müharibənin davam etməsi önəmlidir. Çünki onlar hesab edirlər ki, Ukraynadan sonra Rusiya başqa bir Avropa dövlətlərinə hücum edə bilər. Baltik-yanı ölkələr olsun, Polşa olsun. Amma əsas səbəb bu deyil. Elə deyilmi Mübariz bəy? Yəni, elə bir ehtimalı varmı ki, Avropa bundan qorxuda bu bəhanə kimi? Mən şəxsən Rusiyanın Ukraynadan sonra başqa bir Avropa ölkəsinə hücum eləyəcəyinə inanmıram. Çünki şərtlər də o deyil, Rusiyanın da o gücü də yoxdur artıq. Yəni, xeyli zəif. Onda da maraqlıdırmı ki? Yəni, belə bir məsələ də var. Sadəcə olaraq bir, belə deyək də, fobiya yaradırlar Rusiya ilə bağlı. Düzdür, Rusiya təhlükəli davranışları var. Avropalılar xatırlayırlar hər dəfə. Bir neçə əsr əvvəl də Rusiyanın Avropa ilə bağlı münasibətlərində bu məsələlər olubdur. Və bu məsələləri hər zaman bir qorxu altında xatırlayırlar. Amma bugün üçün Rusiyanın Avropaya hücum eləmək və hər hansı bir başqa Avropa dövlətinə, xüsusən NATO dövlətlərinə, adını çəkdiyim ölkələrdən də NATO ölkələridir. Yəni, hücum eləmək o qədər də asan məsələlər deyil. Yəni, hücum edəcəyi inandırıcı. Sadəcə onlar bu cürünə bir qorxu
fobiya formalaşdırıb, xof yaradıb. Bununla da Ukraynadakı müharibənin davam etməsini və Rusiyanın bu müharibədə, bu bataqlıqda daha çox batmasını və zəifləməsini istəyirlər. Yəni istək bundan ibarətdir və Rusiya elə bir hala gəlsin ki, Avropanın diktəsi ilə hərəkət edə biləcək duruma düşsün. Elə bununla bağlı plan da əslində hazırlanıb var. Bir müddət bundan öncə Böyük Britaniyadan bir təklif gəldi ki, Avropa İttifaqı ilə bir yerdə, Avropa İttifaqı ölkələri ilə birlikdə Böyük Britaniya bir summit həyata keçirəcək. Xüsusilə də burada məqsəd təhlükəsizlik, müdafiə xarakterli, ancaq hədəf olaraq sadəcə Rusiya deyil, Birləşmiş Ştatlar da seçilmişdi. Çox maraqlıdır burada məqam. İndi onun əslində tarixi də müəyyənləşdirilib ki, mayın 9-u günü planlaşdırılır Londonda bir görüşün keçirilməyi və rəsmi nümayəndələrinin çoxunun da açıqlaması oldu ki, biz də orada iştirak edəcəyik deyə. Fransa tərəfdən də mövqeyi gəldi. İstəyirəm həm o görüşə biraz fokuslanaq, həm də o görüşün tarixinə də biraz fokuslanaq. 9 mayda, bəli, simvolikdirmi? Yəni, ilkin olaraq başlayaq ki, oradan nə gözləyirik və bu tarix niyə seçilib? Bir mesajdır da, belə deyək, simvolik də olsa, təbii ki, sətir altı, şuur altı bir mesajdır. Yəni, mayın 9-u Rusiya üçün və keçmiş Sovet İttifaqı imperialist düşüncəsi ilə yaşayan o Rusiyada da bir çoxları üçün bir ideoloji anlamda böyük bir mahiyyət kəsb edən bir məsələlər kimi də təqdim olunur çox zaman. Amma mən hesab edirəm ki, tarixi ilə yanaşı bu tədbirin keçirilməsi və tədbirdə alına biləcək qərarlar, nəticələrlə bağlı məsələlərə də köklənmək lazımdır. Belə bir ciddi, perspektivli bir məsələlərin baş verəcəyi mənə inandırıcı gəlmir. Çünki bilirsiniz, Zelenskinin Vaşinqtondakı görüşündən sonra tələm-tələsik Avropa ölkələri Britaniya rəhbərliyi ilə də elə toplandılar və yekun qərarlar nə oldu? O qərarlar nə dərəcədə müharibənin gedişatına təsir edə bildi və Ukraynaya dəstək ola bildi? Biraz praqmatik yanaşmaq lazımdır. Biz elə bir nəticəni, şəxsən mən elə bir nəticəni görmürəm. Bilmirəm, siz də yəqin ki, görmürsünüz. Faktiki olaraq Ukrayna bu dəqiqə çətin durumdadır yenə Rusiya qarşısında. Və Britaniyanın Amerikaya qarşı açıq şəkildə çıxacağını, Rusiya ilə yanaşı Amerikanın da bir hədəf kimi o toplantıda göstəriləcəyi də inandırıcı deyil. Məsələn, mən sizə bir nümunə göstərim. Deyək ki, bu günləri Amerika Kanadaya və Qrenlandiyaya qarşı açıq çağırışlar eləyir. Və hətta sizə deyim ki, Trumpın çıxışları alçaldıcıdır. Yəni, Kanadaya gah deyir ki, növbəti ştatımız kimi gəl bizə qoşul. Qrenlandiya deyir ki, biz sizi Amerikaya qatacağıq, Amerika dövlətinin tərkibinə qatılmalısınız. Hardadır Avropa? Fransa dövləti hardadır? Ayrı vaxtı Qarabağda 15-20 min erməninin məsələsinə görə dünyanı ayağa qaldırırdı, hayküyü qopardırdılar. Niyə Fransanın səsi çıxmır Kanada ilə bağlı məsələdə? Kanadada əhalinin böyük bir əksəriyyəti fransız dillidir. Niyə müdafiə eləmir Fransa? Sual yaranır. Bəli. Niyə Qrenlandiyanı Avropa müdafiə eləmir? Danimarkanın belə deyək, aidiyyəti olan ərazi sayılır. Yəni bu məsələlər bilirsiniz, təbii ki, Azərbaycana qarşı hər hansısa bir ifadələri işlədə bilərsən. Deyək ki, zəif və cılız Afrika ölkələrini müstəmləkə altına salmağa və bugün də saxlaya bilərsən, amma qarşında Amerikadır deyə artıq sən o reaksiyanı verə bilmirsən. Bu mənada mən hesab edirəm ki, Avropa ölkələri blef etməklə məşğul oldular. Və onların çox təəssüf ki, Zelenski və onun hakimiyyəti də, hökuməti də yanlış, yəni siyasət nəticəsində bunu da açıq demək lazımdır. Ölkəni və dövlət xalqı çətin duruma gətirib çıxardıblar. İndi artıq çıxılmaz bir situasiya yaranıbdır. Yəni bundan sonraki ancaq bu ola bilər ki, Rusiya işğal etdiyi ərazilərdə qalmalıdır və qalacaq ki, Rusiya bu şərtlərlə geri çəkilmir. Amerika, Avropa, Ukraynanın təbii sərvətlərində göz dikiblər, onu əldə eləyəcəklər. Uduzan və itirən isə, yenə də təkrar eləmək lazımdır, Ukrayna dövlətidir. Və mən sizə bir cümlə ilə yekunlaşdıracağım. Siyasətin nəhənglərindən olan Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə çox gözəl münasibət bildirdi. Dedi ki, Rusiyanın işğal etdiyi ərazilərdən çıxacağı inandırıcı deyil. Ukraynanın da bu məsələlərlə razılaşacağı inandırıcı deyil. O zaman razılaşma necə əldə olunacaq? Əgər bu situasiyada razılaşma əldə olunacaqsa,
mən siyasətdən heç nə bilmirəm. Təxminən cənab prezidentin belə bir fikri olmuşdu. Çox dəqiq bu məsələləri təsvir eləmiş. Təsvir edir. Bu arada müəyyən bir xırda düzəlişlər də eləyək. Gələn həftə üçün əslində Londonda olan görüş nəzərdə tutulmuşdu. Sadəcə mayın 9-u Kiyevə səfər olunacaq. Avropa İttifaqı ölkələrinin nümayəndələrinin və Fransanın prezidenti də ora gedəcək. Bu arada elə onunla bağlı Avropanın rəsmi nümayəndələri, dəqiq xatırlamıram, onlardan biri də belə bir açıqlama verdi ki, mayın 9-unda Kiyevə səfər edəcək ölkə rəhbərləri əslində gedəndə biraz da düşünməlidirlər ki, bu səfərin onlar üçün bir nəticələr də olacaq deyə öncədən bir xəbərdarlıq da var idi. Qısa sizdən bir cavab da istəyəcəm Mübariz bəy. Çinlə bağlı bir məqam var. Bugün xəbər çıxdı ki, artıq Çində Rusiyaya müəyyən qədər yardım göstərir. Hansı məqamda? Silah tədarük eləyir və bu əməkdaşla bağlı müvafiq bir məlumatlar da əldə edir. Bu təbii ki, Ukrayna tərəfinin verdiyi bir açıqlamadır. Sizcə Çindən Rusiyaya da silah tədarük olunur və Çin burada əsas məqsəd, hədəf nədir? Birləşmiş Ştatlara mı köklənib, yoxsa tam başqa bir hədəf mi var? Burada çox doğru qeyd elədiniz. Elə Donald Trump'ın da bütün çalışmalarının üzərində əsas hədəf əslində Çindir. Hətta mən ehtimal edirəm ki, Rusiyanı Çinlə əməkdaşlıqdan yayındırmaq da Amerikanın planlarına daxil ola bilər və Çinin Rusiyaya hərbi yardım etməsi mümkündür. Niyə də yox? Yəni, Avropa ölkələri Ukraynaya yardım etdikləri halda, hətta Avropalı vətəndaşlar, müxtəlif ölkələrin vətəndaşları Ukraynada döyüşdükləri halda, indi onun adını qoyurlar ki, texniki hərbi yardım yollar, orada mühəndis dəstəyi göstərilir, təlim dəstəyi göstərilir. Amma son vaxtlarda etiraf olunur ki, onlar döyüşürlər həm də ordu sıralarında. Şimali Koreyadan, Çindən hərbiçilərin gəlib iştirak etməsində təəccüblü bir məsələ mən görmürəm şəxsən. Yəni, bunu media belə bir qeyri-adi hadisə kimi təqdim edir. Bunlar zaten bir-birlərindən çox yaxın münasibətdədirlər. Yəni, normal bir məsələdir. Təşəkkür edirəm Mübariz bəy. Minnətdaram sizə. Studiyada həm söhbətimiz siyasi şərhçi Mübariz Göyüşlü idi. Rusiya-Ukrayna cəbhəsindən həm yeraltı sərvətlərlə bağlı bir məqamı təhlil etməyə çalışdıq, həm də atəşkəs olunacaqmı deyə 9 may tarixində də Kiyevdə bir görüş olmalıdır. Avropa İttifaqı nümayəndələrinin səfər edəcəklər. Məhz təsadüfi mü seçilib həmin tarix deyə bunu da təhlil etməyə çalışdıq. Siyasi mövzularımızı kifayət qədər müzakirə etdik deyə düşünürəm.